Hörmətli dəyərli Dərələz TV izləyiciləri, bugünkü qonağımız dəyərli ziyalımız Qabaqlı kənd sakini Hacı Mirfazildir və Qabaqlı kəndinin çox gözəl ayın 20-si 06-2026-da tədbiri oldu. Üzürlü səbəblərdən Seyid iştirak eləmədi. İnşallah istəyirdi ki, iştirak eləsin. Seyid, ürək sözünüzü Qabaqlı kənd ailəsinə buyurun bildirin. Çox sağ olun, minnətdaram. Əziyyət çəkib gəlib bizdən də intervyu aldığınıza görə. Üzürlü səbəblərə görə mən tədbirdə iştirak eləyə bilmədim, amma ürəyim sizin yanınızdaydı. Mən Türkiyədə olduğuma görə, burada olmadığıma görə iştirak eləyə İnşallah o biri görüşlərdə, tədbirlərdə məmnuniyyətlə iştirak eləyəcəm. Mənim arzum, niyyətim, yəni xeyirduam odur ki, biz Seyid olaraq, Seyid Ocağının bir nümayəndəsi olaraq bir xeyir dua verir. Bizim bu qrupumuz, Qabaqlı kənd ailəsi qrupu çox gözəl bir təşkil olunmuş bir dənə qrupdur. Bunun da ərsəyə gəlməsində Hacının əməyi çoxdur. Çox sağ olun. Ona görə də birinci növbədə Hacıya öz minnətdarımızı, təşəkkürümüzü bildirir. Həm təcrübə baxımından çoxdur. Çünki bu Qovşuq kənd ailəsini, qrupunu formalaşdırıb, yaradıb. Bizə də, bizim kəndə də dəstək olur. Vəli müəllim də Allah canını sağ eləsin. Onun da əməyi çoxdur. Bir xeyirduam odur ki, xeyirli uğurlu olsun bizim bu Qabaqlı kənd ailəsinin qrupu xeyirli uğurlu olsun, davamı gəlsin və arzu edərəm ki, bütün Qabaqlı kəndində yaşlı nəsillərdən, cavan nəsillərdə, bir də ki, az yaşlı nəsillərin nümayəndələri də iştirak etməyə. Əsas odur ki, birliyimiz möhkəm olsun Qabaqlı kəndinə. Çünki bizim mənəvi borcumuzdur ki, hər birimiz, bayaq da qeyd elədiniz, mən 10-cu sinifə kimi orada oxumuşam. Yəni bizdən böyükdür, təbiidir. Siz oranın daşını, hər nöqtəsini bilirsiniz. Ora bizim üçün doğmadır, ora bizim üçün əzizdir. Belə deyək də 10-cu sinifi, 9-cu sinifi, 10-cu sinifin birinci rübünü orada tutarmışıq, sonra da oradan köçkün olmuşuq. Yəni qaçqın düşmüşük, oranın olan gözəlliklər, o yadda qalan xatirələr heç vaxt yaddan çıxmaz. İnşallah o gün bizə, Allah bizə nəsib eləsin ki, o gün bu tədbirləri biz öz doğma Dərələz mahalımızda, Qabaqlı kəndində bu görüşləri orada qeyd edək. Bir inşallah nəsib olsun ki, gedək o Seyid babamızın qəbrini ziyarət edək. O heç bir zaman unudulmaz. Mənim uşaqlıq xatirələrimdə Seyid baba bizə gəlirdi, çəliklə, zatla. Yəni heç bir zaman unutmaram, uşaq idik. Çağırırdı, əlini başımıza sığallayırdı. Yəni heç bir zaman biz o xatirələri unutmarıq. Var olun. Mirfazil Hacı da çox dəyərli insan, ziyalımızdır, həm də xeyriyyətçidir. Elə bir insan yoxdur ki, Seyidin qapısını döyə, ona köməklik eləməyə. Var olun, Allah sizi var eləsin. Çox sağ olun, minnətdarım. Önəmlidir ki, siz də idarə heyətinin, Qabaqlı kənd ailəsinin idarə heyətinin üzvüsünüz və bu yaxınlarda yenə də Sumqayıtda inşallah bir araya gələcək və Qabaqlı kəndinin daha da inkişafı və onun veriləcək töhfələrlə bağlı müzakirələrimiz olacaq. Yəni siz də orada inşallah iştirak edəsiniz. İnşallah xeyirli uğurlu olsun bir daha. Allah cəddimiz hamımızın köməyində olsun. İnşallah məyər gəlir ki, davamı gələr. Xeyirli uğurlu olsun bir daha. Amin.